İndi əminəm ki, evində 50 manatı və ya 50 min manat olmasına asılı olmayaraq, hər bir kəsi maraqlandıran məsələdən danışacağıq nazirlə. Bəlkə də bu saatdan etibarən milli və xarici valyuta münasibətiniz tam dəyişəcək. Xüsusilə banklara olan etimadın bir sıra hallarda tərəddüdlə müşahidə olunduğu bir vaxtda. Samir Şərifov elə bir təklif irəli sürəcək ki, təxminən bankı özünüz öz evinizdə yarada bilmiş kimi siləcəksiniz özünüzü. Özü də faiz əldə etməklə. Bir sözlə, itki bitdi. Sualınızın gedişində mən bu məntiqi inkişaf etdirmək istəyirəm. Rusiya və Azərbaycan reallıqlarının qısa müqayisəsini aparmaq keçir ağlımdan. Təbii ki, rubl və manat səviyyəsində. Neftin qiyməti düşür və buna uyğun olaraq Rusiyada dolar-rubl münasibətləri gördüyümüz qaydada dəyişir. Rubl düşür, dolar sürətlə qalxır. Azərbaycanda isə yenə də həmin proseslər nəzər alsaq. Neftin qiyməti düşür, amma artıq biz bir neçə gündür ki, dolar-manat münasibətlərində heç bir dəyişiklik hiss eləmirik. Necə olur? Bax bu, Rusiyada bir reallıq, Azərbaycanda başqa bir reallıq. Burada biz nə nəzər salmalıyıq? Rusiya üzən məzənliyə xeyli müddət bundan əvvəl qərar vermişdi. Yəni bizdən əvvəl. Bildiyiniz kimi 2015-ci ilin əvvəllərində təxminən onlar artıq keçidi elan etdilər, daha doğrusu bəyan etdilər və artıq yəni, həmin deməli, rejimə uyğun öz hərəkətlərini həyata keçirirlər. Bizdə isə Mərkəzi Bank tərəfindən bildiyiniz kimi faktiki olaraq bu üzən məzənliyə keçid dekabrda, yəni ötən ilin dekabrında baş verdi, dekabrın 21-də. Və bu zaman Mərkəzi Bank tərəfindən manatın məzənnəsi bir günə 48% endirildi. Yəni bunlar hesab edirəm ki, bir qədər yüksək devalvasiya getməklə elə bir ki, sonraki hadisələri qabaqlamış olmuşdular. Güman edirəm ki, Mərkəzi Bank tərəfindən də bu üzən məzənnə üzrə artıq addımlar gedir. Bildiyiniz kimi bunlar 1.55-dən artıq tədricən manatın məzənnəsi çox da yox, amma deməli enir. Mən hesab edirəm ki, bu bazar bunu müəyyən etməlidir, Mərkəzi Bank deyil. Bunun başqa bir məsələsinə biz xüsusi diqqət yetirməliyik. Fevral ayından bu tərəfə, yəni 2015-ci fevral ayında bizim bu mətbuat səhifələrimizdə müxtəlif bu şərhçilər, müxtəlif təhlilçilər gündən günə belə müxtəlif apokaliptik ssenarilər barədə yazılar dərc etdirirlər. Mən gündə bir 4-5 nəfərdir. Hər gün biri deyir, neft qiymət belə olacaq, dollar belə qalxacaq, manat belə öləcək. Belə. Bu öz-özündə yaxşı hal deyil. Bu manat bizim milli valyutamızdır. Yəni biz buna hamımız da hörmətlə yanaşmalıyıq. Başa düşürəm ki, indi bazarda hər şey ola bilər. Amma biz, yenə də deyirəm, ajotaj yaransa və desək ki, biz gedib təcili surətə hansısa da əmtəni almalıyıq, hamı eyni zamanda gedib o əmtəni almaq istəsə, nə baş verəcək? Birincisi, o əmtənin qiyməti kəskin surətdə artacaq və ola bilsin ki, əmtə də yəni, mövcud olmayacaq. Yəni, əmtə qıtlığı əmələ gəlir. Amma prinsip etibarilə bugün bu manat kütləsi o qədər daralıb, çünki əhalinin böyük bir hissəsi, həmin bu fevraldan bəri, bunlar elə davamlı şəkildə, mən başa düşdüyümə görə, öz manat əskinnaslarını dollar əskinnaslarına çevirirlər. Onda belə çıxır ki, biz yaxın zamanlarda gözləyə bilərik ki, insanların manata olan ehtiyacı manatın qiymətini başlasın qaldırmağa. Bəli, yəni o zaman ki, bu insanlar başa düşəcək ki, bunun dolları bunun cibindədir və bu dollarlardan bunlar dükanlarda istifadə edə bilmir. Çünki bizdə dollar devriyyəsi qadağandır, yəni ölkə daxilində. Yəni, onda bunlar bu dollarlarını gərək və yaxud digər xarici valyuta gərək satsınlar, əvəzinə manat əldə etsinlər və bu manatla gedib alış-verişlərini həyata keçirməlidirlər. Hökumət tərəfindən, Mərkəzi Bank tərəfindən də yəqin ki, bir sıra tədbirlər görülür ki, yəni biz bu həm ajotajı aradan qaldıraq bir. Həm də ki, biz manata olan, belə deyək də, hörməti bərpa etdirək. Yəni, söhbət nədən gedir? İlk növbədə biz yaxın, yəni çox yaxın günlərdə
Biz bazara istiqrazlar təqdim edəcək, yəni Maliyyə Nazirliyi tərəfindən və bu istiqrazlar manat istiqrazlarını və bu istiqrazlar üzrə biz yüksək faiz ödəyəcəyik. Yüksək faiz. Və mən hamını, yəni fürsətdən istifadə edərəm, bu verilişin imkanlarından istifadə edərəm, hamını dəvət edirəm ki, bunlar bu manat istiqrazlarına öz evdə, necə deyərlər, yastıqların altında saxladığı manatları bunları qoysunlar. Yəni biz bu manatlara bugün yəni yüksək faiz ödəyəcək. Faiz təxminən inflyasiyadan yuxarı bir qədər olacaq. Yəni 10% infliyasiyadırsa, deməli biz 11-12% təxminən deməli faiz dərəcəsi hazırlıq verməyə. Bununla yanaşı biz bazara eyni zamanda xarici valyutada da istiqrazlar təklif edəcəyik. Yəni daxili bazar üçün. Xarici bazar üçün yox, daxili bazar üçün. Çünki biz hesab edirik ki, bugün bizim daxildə böyük həcmdə deməli xarici valyuta mövcuddur. Və bu xarici valyuta işləmir. Xarici valyuta öz sahiblərinə hər hansı bir xeyir gətirmir. Biz elə etməliyik ki, bu xarici valyuta işləsin. Bunun üçün nə edilməli? Bunun üçün biz istiqraz buraxırıq. Amma xarici valyuta biz elə böyük faiz verməyəcəyik. Ki, bunların daxili rəqabətini biz elə böyük faiz verməyəcəyik. Biz deyirik ki, dövlət, Azərbaycan dövləti verin dollarlarınızı bizə aşağı faizlə, bizə yüksək faiz verən deyilik. Çünki biz istəyirik ki, pullar işləsin. Xarici valyutada biz aşağı faiz təklif edəcəyik. Təxminən hesab edirəm ki, 3% səviyyəsində ABŞ dolları üzrə biz təklif edəcəyik. Nəyə görə? Çünki biz istəmirik ki, banklardan o xarici valyutada olan depozitlər, onlar qaçsınlar. Biz onu istəmirik ki, banklardan qaçış baş versin. Aşağı faiz biz verə bilərik. Onu da əhali seçəcək. Nə etməli? Bu öz xarici valyutada olan deməli pullarını saxlasın evdə, hansı ki işləmir və bütün bununla bağlı riskləri özlərinə götürsün. Çünki bu riskdir. İstər-istəməz böyük həcmdə pulun evdə saxlanması istər-istəməz riskdir. Oğru gələ bilər, yanğın baş verə bilər, başqa bir şey baş verə bilər. Qeyd eləmişən son zamanlarda belə hadisələrin sayı artıb. Ona görə fikirləşsinlər və nəyə görə bu ajiotaja bunlar indi qoşulublar, kimin cibində sonuncu hansısa da manat əskinası var, gedir, dərhal onu dəyişir dolları. Bunlardan hesab edirəm, bunu etməyə lazım deyil. Bunu etməməklə biz ümumi vəziyyəti hamımız əl-ələ verib, bu ümumi vəziyyəti biz sabitləşdirəcəyik. Artıq sabitləşir. Bundan sonra daha da sabitləşəcək. Yəni burada hər hansı bir faciəvi bir proseslər baş verməyib. Yəni bunları biz sabitləşdirəcəyik. Amma prinsip etibarilə, yəni Maliyyə Nazirliyi bir daha, yəni sizin verilişinizin imkanlarından istifadə edərək mən bir daha yəni çağıram bizim əhalimizi ki, birincisi təşvişə qoşulmasınlar və yəni öz vəsaitlərini, yəni biz instrumentlər artıq müəyyən bazar alətlərini bunları təqdim etməyə hazırıq.